bir dəfə Şirvan şəhərində Kür qırağında gəzirdim. Bu arada buradan Şirvanlıları salamlayıram və Şirvandakı qohumlarıma buradan salam deyirəm. Nəysə, Şirvanda gəzirdim Kür qırağında. Gördüm ki, bir uşaq pişiyi suya salırdı, çıxardırdı. Suya salırdı, çıxardırdı. Sarı rəngdə şirin bir pişikdir. Getdim yaxından baxdım, çox şirin idi. Dedim ki, ay oğlan eləmə də belə. Pişiyi suya salıb çıxartma. Çünki pişiklər suyu sevən heyvan deyirlər. O pişiyi çox yumar. Uşaq da mənə gördüm ki, fikir vermir. Qulaq asmır, elə eləyir də. Deyir. Mən də çıxdım, getdim. Daha heç nə eləmədim. Dedim, özü bilər. Qaydanda gördüm ki, uşaq pişiyi qoyub qabağına ağlayır. Məlum da nə olur. Mən də çox pis oldum. Hətta şübhələndim ki, bəlkə gözüm deyib bu pişiyə mənim. Amma yenə də getdim, dedim ki, bax görürsən, mən sənə demişdim ki, o pişiyi çox yuma. Pişiyi su sevən heyvan deyil. Qayıdıb mənə nə desə yaxşıdır. Nə dedi, nə dedi? Mənə deyir ki, yuyanda yox, sıxanda öldü. Siz demə, bu bunu sıxıbmışlar. Paltar zatda yəkin paltarla sər salın. Hə, Allah korusun. Əzabla ölərdi.